Xüsusi Texnika və Texnologiya fakültəsində məzunlarımızın izi ilə layihəsi çərçivəsində ilk görüş uğurla keçirildi. Görüş zamanı fakültənin dekanı Yadullah Babayev iştirakçıları salamlayaraq müasir əmək bazarının tələblərinin öyrənilməsinin və bu prosesdə məzunların real təcrübəsindən yararlanmağın vacibliyini vurğuladı. Daha sonra fakültənin məzunu Məhəmməd Ramazanlı çıxış edərək təhsil illərində qarşılaşdığı çətinliklər, bu maneələrin aradan qaldırılması yolları, peşəkar fəaliyyət dövründə qazandığı təcrübə və müasir tələbələr üçün mövcud inkişaf imkanları barədə ətraflı məlumat verdi. Görüş interaktiv formatda davam etdi. Tələbələrin sualları cavablandırıldı, faydalı fikir mübadiləsi aparıldı və real təcrübəyə əsaslanan tövsiyələr səsləndirildi. Qeyd edək ki, Məhəmməd Ramazanlı 2013-2017-ci illərdə Xüsusi Texnika və Texnologiya fakültəsində silah və silah sistemlərinin istehsal texnologiyası ixtisası üzrə təhsil alıb. Hazırda o, World Shine CNC MMC və Steeltech MMC şirkətlərinin təsisçisi və direktorudur. Xüsusi Texnika və Texnologiya fakültəsi olaraq biz tələbələrimizin auditoriyada almış olduqları biliklər və eyni zamanda istehsalatda əldə elədikləri bacarıqları artırmaq üçün əmək bazarının tələblərinə uyğun məlumatlandırmalar həyata keçirməkdir. Və bu məlumatlandırmalardan ilkini bugün fakültəmizin son kurs tələbələri ilə həyata keçiririk. Fakültəmizin 2017-ci il məzunu Məhəmməd Ramazanlı hal-hazırda tələbələrimizlə görüşür və o həm bizdə təhsil aldığı dönəmdə və eyni zamanda məzun olduqdan sonra istehsalatda qazanmış olduğu bacarıqları tələbələrimizlə bölüşür və tələbələrimiz gələcəkdə iş dünyasına atıldıqları zaman hansı bilik bacarıqlara ehtiyac olduğunu, nələrlə qarşılaşa biləcəklərini öz məzunumuzun dilindən eşidir və biz inanırıq ki, bu da bizim tələbələrimizi özlərinin gələcəyə yaxşı hazırlamaları üçün motivə edici bir addımdır. Onlar real bu prosesləri yaşamış olan və istehsalatda işləmiş olan mütəxəssisdən real bazarın tələblərini öyrənirlər, eşidirlər və onu öz karyeralarının formalaşdırmasında istifadə edəcəklər. Biz planlayırıq ki, bu kimi görüşlərimizi mütəmadi olaraq davam elətdirək. Fakültəmizin bir çox savadlı, yüksək ixtisaslı məzunları var və mütəmadi olaraq həmin məzunlarla tələbələrimizin görüşünü təşkil edəcəyik. Məzunlarımızın izi ilə layihəsi çərçivəsində bu tip görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.